Bismillahirrahmanirrahim. Mehriban, bağışlayan Allahın adı ilə və yadı ilə. Yox gülüm, çəkin gözünə qara yaxmaqdan. Gündə gördüyün bülbüləm yenə. Ancaq dənimdə sürmə göyərib. Yoxsa mənim də qarqa səsindən acığım gəlir. Yoldaşım İlqar Döhdür Vədud Dusti Mərağəli, çağdaş, güclü, dərin şairimizdən Mövlanaya bir baxışığın 10-cu hissəsini başlayırıq. Bütün izləyicilərə salam deyirəm, sağlamlıq arzulayıram. Oxuduğum bu qıssa şeiridə dərin anlamlar gizlənibdir. Axı keçmiş zamanlarda aşıqlar toylara gedərkən bir-biri ilə yarışa, ya rəqabətə girərdilər. Ta bir-birinin səsini batırsınlar. Ona görə aşıqlar bir-birlərin yeməklərinə sürmə tökərdilər. Ta o sürmə onların səsini batırsın. Şair də burada deyir, mən gündə gördüyün bülbüləm. Həmən bülbüləm. Həmən sözü olan, sözü danışanam. Sözün də yaxçı yamanını seçənəm. Amma təəssüflər dənimdə sürmə göyərib, yanı səsimi batırıblar. Dənimdə sürmə göyərib, sürmə qatılıb, yəni ələ ayağa dolaşan var. Qarqa səsi də bizim müasir türk ədəbiyyatında qaranlığı sevən bir quşdur. Yaramayan, dadsız, dudsuz, sözləri danışan, faydasız işlərlə məşğul olan adamlardılar. Bizim şair qarqaya oxşayan adamlardan inciklidir. Niyə bunlar bülbülün səsini eşidərkən sancılanarlar? Əlbət, bizim Mövlana belə adamlara davadarman eləmək üçün sözü var. Mövlana deyir, Adəmi çon nur girəd az xuda, həst məscud mələik zecteba. Adam Allahdan nur alsa, mələklər ona səcdə elər. Nur almaqdan öncə nurun gərək olması, içəridə olan qaranlığın üzməsini biz inanmalıyıq. Adəm türkü sözdür. Etimologiya baxımından kökü addır. Ərəbcəyə gedib, ondan Adəm düzəlib. Bu türkcədən ərəbcəyə köçüb. Etimologlar ərəbcədə çox çalışıblar, onun kökünü ədəmədən, ədimdən alsınlar. Anlamsız bir şeylərə çatıblar. Rağib-i İsfahani Əl-Müfrədat kitabından tut, ta Artur Cefri Kələmat-ı Dəxillər Qur'an-ı Məcid kitabından. Bəllidir, ad yəni nişan. Nişan yəni o bir şeylər ki, birini onunla tanımaq olar. Əlbət, bu kökdən addımlamaq, atmaq, aday, adaxlı, adılım və çoxlu sözlər düzəlib. Hər iki ayaq üstündə yeriyənə ya danışana adam demək olar. İnsan adamdan sonra düzələn bir sözdür. O adam ki, haqqı hüququnu tanıyıb, tarix boyu mədəniyyətə, bəşəriyyətə, təməddünə, uyğarlığa, öz dilimiz adamçılığa yaxçı iz buraxıb, biz ona insan deyirik. Hər halda Mövlana deyir, adam Allahdan nur alarkən seçilmiş olar. Firiştələr də ona səcdə elər. İctiba kələməsi burada iftihal babındandır. Yəni seçilmək. Müctəba sözü də bundandır. Nurunu alsa əgər həqdən bəşər, öynərər ondan mələik nüktələr. Pay در دریا منه کم گویزان بر لب دریا خموش کن لب گزان
Dənizə ayaq qoyma, ondan az danış. Dənizin qırağına da gəlsən, sus şunan. Dəniz, yanı dəniz sifət insanlar. Onların sahəsinə girmə. Girsən də orada danışma. Sus şunan. Qırağında dəryanın dişlə dodaq. Dəryadan boylama, qoyma ayaq. Gerçi صد چون من ندارد تاب بحر لیک می نشکیبم از غرقاب بحر. Yüzlər adamlar mənə tay, dənizin tavını alanmazlar. Amma mən belə dənizdə boğulmaqdan dözümüm aşıb daşıbdır. Tov gətirməz dəryaya 100 boyda mən, qorxu yox, ölsəm olar dərya kəfən. Can و عقل من فدای بحر باد خونبهای عقل و can این بحر dad. Mənim canım, ağlım dənizə, dəniz sifət insanlara qurban olsun. Sənin fidyən, qanı bahası bu dənizdə boğulmaqdır. Boğulmasan necə məna suyuna qovuşa bilərsən? Fuzuli demişsən, eşq sevdasında sud ettin metaع vəslidən. Ey Fuzuli, can verən canana nüqsan etmədi. O ki can verdi, ziyan eləmədi. Dəryaya olsun fəda ağlım, canım. Dəryada ölsəm əgər itməz qanım. Ta ki payəm mirəvəd ranəm dəru. Ta ayağım gedir sürəcəm ona sarı. Çون نماند پا ço bəttanəm dəru. Ayaq qalmasa qu kimi, ördək kimi üzəcəm onda. Ayağım gedərkən özümü çırparam ona. Ayaq qalmasa qu quşu kimi cumaram ona. Bəttan yəni ördək. Ta qıçım var sürərəm dəryada mən. Qıç kəsilsə olaram qu tək üzən. Nəsimi yaxşı deyib. Ey Nəsimi, baqi olmaq istərsən fani ol. Fani olmayınca bulmazlar bəqa abdallar. Pirlər fani olmasalar bəqanı tapmazlar. Biədəb xazir ز غایب خوشتر است. حلقه gerçi kec بود ni bərdər است. Ədəbsiz, saygısız insan hazır olarkən, bir işə göyül verərkən, ürək bağlayankən, huzur olmayan insandan yaxşıdır. Huzur, hazır olmaq önəmlidir. Qapıda olan halqa əyri də olsa hər halda qapıdadır. Onunla qapını döymək olar, birini səsləmək olar. Çatan bir insan, eşqidə üzən bir adam davranışını, gedişatını ola bilər ki, zahirdə şəriətin rəsmi ilə, fiqhin qaydaları ilə, törənin sürəci ilə uyğun gəlməyə. Amma ev içində olan axı rəsmi paltar geyinməz. Özünü üzgür, sərbəst, bağımsız hiss edən hər nə cür paltar istəsə ev içində giyər. Kəbə içində qiblə axtarmazlar. در درون کعبه رسم قبله نیست. چه قمر قواس را پاچیله نیست. Suyun burqanına girən, dərinində üzən ayaqqabı axtarmaz. Gər be məşuqət rəsidi ey məlik, şد طلبکاری علم اکنون قبیح. چون شدی بر بامهای آسمان, sərd باشد جستجوی نردبان. Damlara, uzaylara çatdın, nərdivan sənə lazım deyil. Məşuqa çatdın, elm sənə lazım deyil. Bu irfanın baxışığıdır. Xoşdur saygısız, hazır, qayib olanlan, həlqə əyrikən aslanmaz qapıdan. Ey təni alude, begirdi hovuz gərd. Pak key gərdəd burun hovuz mərd. Çihli adam, hovuza gəl. Hovuzdan eşdə təmizlik necə tapa bilərsən? Ey uzaqdan hovuza təzim edən, cummamış olmaz təmiz mırdar bədən. Hovuz yəni təmizlik.
yəni pirlər, yəni vəlilər, yəni onlar ki, ürəklərini düyünləyiblər, bəh-bəh bağlayıblar, çırpınmağını oradan vasitəsiz alırlar. Hovzudan eşdə necə paşlanmaq olar? Ab گفت آلوده را در من شتاب گفت آلوده که دارم şərm əzab. Su çihli adamlara deyir, gəl mənə sarı. Çihli adam deyir, mən səndən utanıram. Mevlana deyir, çox şeylər axtarmaqla asılı deyil. Biz çalışmalıyıq. Əlbət, hər insana qapılar istər-istəməz bu aləmdə açılır. Bu açılmaq da təsadüfi deyil. Dost دارد yarın aşuftagi, کوشش بیهوده behbəz xuftagi. Allah sənin bu çalışmağını sevər. Faydasız çalışmaq yatmaqdan yaxşıdır. Artırmalıyıq ki, hər insan yaşayışda belə bir fürsətlər ona üz göndərir. Axır aləm doludur möcüzələrlə. Nizar Qəbbani, o çağdaş ərəb şairi deyir, yətil bə'zu ləhəyatükə kəneymətin, yətil bə'zu ləhəyatükə kədərsin, hafizələn neymə təəlləm minəd dərs. Bəzi şeylər sənin yaşayışıva neymət kimin gələr? Bəzi şeylər sənin yaşayışıva dərs kimin gələr? Neyməti saxla, dərslərdən də təcrübələr alcınan. Hər adama yaşayışda bu dəfələrlə ürəyi pak, təmiz olan insanlar üz gətirir. Onu çağırır, deyir, mənə sarı gəl. Gəl bizə sarı, qoşul bizə. Su çihli adamlara deyir, gəl mənə sarı. Adam deyir, axı mən səndən utanıram. Su deyir, aludəyə axtar məni. Söyləyir, utandırır təmiz su məni. Qoft abin şər bimən key rəvəd, bimənin aludə zahil key şəvəd. Su deyir, axı bu utancılıq mənsiz nə cür gedə bilər? Gəl mənə sarı. Su dədə-baba sözlərimizdə aydınlıqdır. İrfani baxımında, şamanizm düşüncəsində su danışa bilər. Su danışır, ariflər də sulardılar. Bizim çihli nəfslərimizi paylandıra bilərlər. Su deyir, kimdir yusun şərmin əlin, nətər mənsiz gedər çirkin, şirin. Gələn görüşdə Məsnəvi ilə bağlı bir sıra kitablar türkücə, farsça, ərəbcə tanıdacaq ki, Məsnəvinin oxumağına sizə köməklik eləyəcəkdir. Sağ olun, gələn görüşə qədər.